bu hallarda bu yağışlar, sellər gələn vaxtı və yaxud yüngül yağışlar olan vaxtı hansı əməllər etmək lazımdır? Sünnəyə baxsaq, Peyğəmbər sallallahu əleyhi və səlləmin əməli həm sözü ilə, həm əməli ilə bizə böyük bir ibrətdir. Peyğəmbər sallallahu əleyhi və səlləm dualarında yağış yağan vaxtı deyərdi ki, Allahümmə sayyibən nafi'an. Allahım, bu yağışı bizim üçün faydalı et. Yəni o yağışın faydalı olmasa insana zərər verəcək. Onun üçün Peyğəmbər sallallahu əleyhi və səlləm dua eləyərdi və deyərdi ki, "Mutirna bi fadlillahi və rahmetihi." Biz Allahın rəhməti və fəziləti sayəsində bizə yağış göndərildi. Yəni başqa bir səbəb deyil. Allah bizə rəhm eləyib bizə yağış göndərib. Hətta bəzən yağış güclü yağan vaxtı, şiddətli olan vaxtı Peyğəmbər sallallahu əleyhi və səlləm dua eləyərək deyərdi ki, Allahümmə həvaleynə və la aleynə. Allahım, bizim üzərimizə deyil, bunu ətrafa göndər. Dağlara, ağacların diblərinə və s. kimi yerlərə göndər, bizim üzərimizə göndərmə. Bu da Peyğəmbər sallallahu əleyhi və səlləmin o şiddətli yağışlar olan vaxtı etdiyi dua idi. Eləcə də əməllərində Peyğəmbər sallallahu əleyhi və səlləm deyərdi ki, 2 an vardır ki, o dua rədd olunmaz. Onlardan biri əzan anında olan duadır, biri də yağış anında, yağış enən vaxtı. Eləcə də yağış yağan vaxtı sünnələrdən biri də, əməllə olan sünnələrdən biri də Peyğəmbər sallallahu əleyhi və səlləm yağış yağan vaxtı bədəninin bir hissəsini və yaxud ki, başını açardı, o yağış o üzərinə tökməyinə icazə verərdi. Deyərdi ki, o Rəbbinin yanından təzə gəlib. Bu da sünnələrdəndir.